Aktrisa Oksana Rəsulova yeni işə başlayıb. Sənətçi Akademik Rus Dram Teatrında fəaliyyətə başlayıb. Bu haqda Oksana Pərvizə görə layihəsində danışıb. Artıq iş yerim var. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyətə başlamışam deyə o əlavə edib. Qeyd edək ki, Oksana Rəsulova eyni zamanda M teatrda da fəaliyyət göstərir. Aparıcı Xoşqədəm Hidayət qızı sosial media hesabında paylaşım edib. Aparıcı əkizləri bir müddət əvvəl dünyasını dəyişən atası və anasının yer aldığı fotonu yayımlayaraq bunları yazıb. Dünən övladlarımla valideynlərimin məzarına getdik. Hər həftə sonu olduğu kimi. Amma bu dəfə yenə içimdə həmin hiss oyandı. Sanki indi torpağın altından qalxıb qayıdırıq deyəcəklər. Hər addımda ürəyim ümidlə çırpınır, ağlım isə bunun olmayacağını bilir. Qəribədir, hər ziyarət həm dirildən, həm öldürən bir duyğudur. Kənarda sakitcə dayanmış Ardanı gördüm. Üzündə bir boşluq vardı. Özümü saxlaya bilmədim. Oğlum, nənən səni necə sevirdi, xatırlayırsan dedim. Atam balam, totam balam, ardı balam. Sözün bitirmədən gözlərindən yaş süzüldü. Boynuma sarılıb hönkürtü ilə ağlamağa başlaması içimi paramparça etdi. Sanki aylardır içində saxladığı həsrət bir anın içində daşqın olub axdı. Maşına oturanda soruşdum. Niyə belə ağladın? Yavaşca dedi. Nənəm üçün darıxdım. Qucaqlasın istədim. Biz onsuz qala bilmirik. Bəs sən nənəsiz babasız necə qalırsan? Sustum, demədim. Deməyə cəsarət etmədim ki, oğlum, insan ən böyük ayrılıqlarla belə yaşamağı öyrənir. Allah elə bir güc verir ki, insan öz dözümünə özü təəccüb edir. Mən də eləyəm. Onlar yanımda deyil, amma sevgiləri hələ də məni ayaqda saxlayır.